Hamıya salam, mən Mələk. Mən burada olmadığım zaman, deməli, anamgil tərəfdən bizə qohumlarımız qonaq gəlmişdi. Hansı ki, dayım yoldaşıgil və xalamgil. Biz də anamla bərabər belə bir hazırlıq gördük. İstədim həmin hazırlıq mərhələsində sizinlə bölüşüm. Bu videonu həmin zaman çəkmişdim, amma qismət bugünə imiş və sizinlə bölüşürəm. Deməli, qızlar, anam bizə gəldi. Anam bizə gəlməmişdən öncə mən artıq axşamdan öz hazırlıqlarımı görmüşdüm. Sağ olsun, anam da mənə gəldi, köməklik göstərdi və burada biz qollarımızı çırmaladıq və başladıq işə. Bizim evin əvəz olmaz yeməklərindən məhz biri də soba kababıdır. Biz burada axşamdan bir gün əvvəlcədən toyuqları baxın bu formada marinə edirik. Daha sonra isə soğanından, sozundan onu ayırıb belə kartoflarla bərabər sobaya yerləşdiririk. Belə olduğu zaman da o qədər yumuşaq, dadlı və o qədər gözəl olur ki, yeyən bir daha istəyir. Biz burada hamısını əlavə etdikdən sonra üzərlərinə əlavə olaraq da yenidən yağ əlavə edirik. Bir də olduqda nə yapışmır, nə üzərisi çox yanmır və yaxud da ki, üzərində hər hansı bir çiyilik də qalmır. Baxın, bu formada o pişdikdən sonra və bunların hər birini ayrı-ayrılıqda bir-bir ətləri çeviririk ki, digər tərəfləri də yaxşı bir formada pişsin. Bir də olduqda hər iki üzü yaxşı qızarır, içərisi əsla çiy qalmır və dadları isə çox möhtəşəm olur. Ümumiyyətlə, mən bu yeməyi həqiqətən də çox bəyənirəm. Biz artıq demək olar bu yeməyi hazırladıqdan sonra üzərinə baxın, belə bir yağlı kağızı örtürük ki, yeməğimiz həm isti qalsın və üzərisi qurumasın. Bu formada yeməyi də sizə burada çəkib göstərirəm. Həmin gün olduqca çox gözəl bir formada keçmişdi. Onu deyim ki, qızlar, mən qonaq qarşılamağı dəhşətli dərəcədə çox sevirəm. Belə olduğu zaman sanki ürəyim çox açılır və davamlı olaraq nələrsə hazırlamaq, yemək bişirmək, ümumiyyətlə istəyirəm ki, cürbəcür süfrələr açım. Həqiqətən də süfrə açmağı çox sevirəm. Bunu mənim Instagram izləyicilərim çox yaxşı bir formada bilir. Və biz burada sarı köklü aş da edirik. Aş bizim olmazsa olmazımızdır. Ümumiyyətlə, mən aşı çox-çox sevirəm. Əsasən də dən-dən qalanda bir-birinə yapışmayan bir aşı. Burada biz aşın altına baxın, yağlı kağız qoyuruq. Yağlı kağız ona görə qoyuruq ki, bu yapışmasın və üzərinə də yağlı kağız yenidən əlavə edirəm ki, o öz buxarında çox yaxşı bir formada dəm alsın deyə. Bu da buranın püf nöqtasıdır. Bunu da mənə nənəm öyrədib. Sağ olsun nənəm, burada öpürəm nənəmi çoxlu. Və onu da deyim ki, baxın qızlar, gördüyünüz kimi aş burada dən-dən qalır. Və mənim əlbəttə ki, olmazsa olmaz turşularım. Bu turşuların hər birini mən bu əllərimlə bağlamışam. Bəli, mən kənardan biraz glamurkada görünsəm də, amma mən yemək pişirmə konusunda həqiqətən də bir söz dedirtmərəm. Çünki həqiqətən yemək pişirməyi, turşu hazırlamağı, şirniyyat etməyi çox sevirəm. Əsasən də turşular. Instagram izləyicilərim bilir ki, mən qoyun, yəni ilin 4 fəsli mən turşu hazırlayıram və turşunu da çox yiyənəm. Və standart turşular da sevmirəm. Davamlı olaraq fərqli turşular etməyi çox sevirəm. Misal üçün, mən keçən səfər fərxə turşusu hazırlamışdım, heyva turşusu. Yəni, həqiqətən dadlarına söz ola bilməz. Burada belə bir turşu qabı hazırlayıram. Bacardığım qədər göstərməyə çalışıram sizlərə. Kələmdir, xiyardır. Daha sonra burada alçay, göyəm, zoğal və s. turşuları da əlavə edirəm ki, süfrədə həm rəng qatsın, həmçindəki dadlardan doyum olması və bu arada mən soğan turşusu da etmişdim. Çox gözəl alındı. Bu arada əsla qoxusu, dadı və s. gəlmir, iyi də gəlmirdi. Yəni, sözün əsl mənasında çox yaxşı bir formada alınmışdı. Sizə videolar paylaşmasam belə, uzun zamanda videolar çəkirdim. Sadəcə olaraq hər dəfəsində videoları çəkib, editləmək zaman aldığından və yaxud telefonda yer tutduğundan mən onları heç cür sizin üçün editləyib paylaşa bilmirdim. Amma Instagrama davamlı olaraq izləyicilərimin mənə yazdığı mesajlar olsun, atılan səslər olsun və davamlı olaraq YouTube kanalıma gələn mesajlar mənə qərar verdi ki, mən mütləq yenidən YouTube hesabıma geri dönməliyəm. Çünki buranın da özünə məxsus ayrı bir auditoriyası var, məni sevən bir auditoriyam var. Onları, yəni bu istəklərini əsla qıra bilmərəm. Ona görə dedim ki, artıq mən bu yerdən başlamalıyam. Çünki mən buraya illərimi vermişəm. İllər dediyim zaman, yəni həqiqətən də bura mənim üçün çox ayrıdır və doğmadır. Ona görə eləmədim tənbəllik, dedim ki, Mələk,
və sən videolar çəkməlisən, editləməlisən. Hətta telefonumdakı olan videoları da iCloud-umdan yükləyib sizlər üçün yenidən editləməyə başladım. Bu da həmin o videolardan biridir. Qızlar, baxın, mən bu formada rulet saatı hazırlayıram bir gün əvvəlcədən və bu formada daha sonra onu xüsusi qabına qoyuram və çox da gözəl görünür. Və bu arada mimoza saat etmişdim, onu çəkməyi unutmuşam. Bəlkə də çəkmişəm, amma artıq telefonumdan silinib. Ona görə tapa bilməliyim. Mimoza saatına baxın, belə bir qəlbin içərisinə qoyub düzəltmişdim. Əlavə belə qarışıq salat da hazırlamışdım. Ümumiyyətlə mən süfrəyə dekor verməyi, süfrəni bəzəməyi çox sevirəm. Hər şeyə özənlə yanaşıram və çalışıram ki, hər şey simmetrik olsun. Burada gördüyünüz kimi süfrəni 2 yerə bölürəm. Burada hər iki tərəfdə salatlar, turşular və s. və ən əsası da əsas ana yeməklər olur. Aşı da baxın bu formada bulda deyil də böyük belə bir qabım var. Onun içərisinə qoyuram. Daha sonra isə burada ləvəngi hazırlamışdım. Həmin ləvəngini də bu formada dekor edirəm və süfrəmin son halı, qızlar, baxın bu formadadır. Gələn qonaqlarımdan uşaq olduğuna görə uşaq orada istəyib ki, maşalı bir tort alsın. Ona görə baxın dayanıb burada yanımda. Belə maşalı bir tort almışdı. Yəni həqiqətən də uşaq ki, uşaq. Uşaqları həqiqətən qırmaq olmur. Elə də apardıq süfrəyə. İlk görəndə həqiqətən şoka düşdüm. Deyir, sənə maşalı tort almışam. Mən də tam olaraq anlamıram. Bir də açıram, görürəm ki, mənə sözün əsl mənasında maşalı bir tort alıb. Yəni həqiqətən canımdır mənim. Öpürəm onu da çoxlu buradan. Mənim şirinim. Burada bacımla bərabər onu qucaqlayırıq. Bu arada bilməyənlər üçün mənim özümdən biraz balaca bacım da var. Daha sonra isə burada tortu gətiririk. Qonaqlar da görür. Orada biraz təəccüb hissi keçirik. Bu arada biz özümüzdə gördüyünüz kimi həm piçeniyalar, daha sonrası zebra piroqu və konfetlərlə süfrəni də bəzəmişdim. Daha sonra gün sonunda qabların hər birini qab yana qoyuram və günü sonlandırıram. Məndən bu qədər. Gələn videolarda görüşənədək izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.